Salam, hər vaxtınız xeyir olsun dostlar. Bu sönmüş bir koloniyamın gördüyünüz boş çərçivələridir. Və bir şey haqqında danışmaq istəyirəm ki, koloniyada yeşikdə bal olduğu halda arı necə acından ölür. Bunun əsas iki səbəbi var. Birinci səbəbi arılara üzərində qışladığı çərçivələrdə kifayət qədər kəmər balın saxlanmaması və arıların yetərincə çoxlu nüfusa sahib olmamasıdır. Necə olur ki, arı, məsələn, 3 çərçivə, 4 çərçivədə arıdır. Arının bu kənar çərçivələrində bal olduğu halda arı bu orta çərçivələrdə və yaxud da bu tərəfdə kənar çərçivələrdə acından ölür. Bunun əsas bir səbəbi var. Biz arının necə qışlamasını, necə qışladıldığını bilməliyik. Arı məsəl üçün qışlayır necə? Məsəl üçün bu ön hissədə kəmər balın aşağı hissəsində arı salxıma keçir. İstər burada, istərsə də bu tərəfdə. Eyni qaydada. Yəni həm bu çərçivənin aşağı hissəsində, həm bu çərçivənin aşağı hissəsində arı salxıma keçir və bədən istiliyi ilə bu kəmər balı isilərək, bunun möhrünü açaraq, yavaş-yavaş yeyərək yuxarı doğru qalxır. Və məsələn, bizim burada blok çərçivəmiz var, 2 kiloqram, bu tərəfdə 2 kiloqram bir blok çərçivəmiz var. Amma gəlib baxırıq ki, arı aclıqdan ölüb, yəni başlarını pətək gözə salaraq ölüb. İndi şərti göstərirəm, yəni bu çərçivələrdə bal var. İndi məsələ nədir? Arı burada salxıma keçir, buradan yavaş-yavaş yuxarı doğru balı yeyərək qalxır. Və gəlib çatır bu hissəyə. Bu hissədə bal bitir. Yəni kəmər bal bitir. Bu hissədə kəmər bal bitir. Və hava soyuqdur. Arı salxımı poza bilmir. Salxımı pozub bu çərçivədən bu çərçivəyə keçə bilmir. Keçə bilsə belə bu çərçivənin bu soyuqda möhrünü aça bilmir və nəticədə yeşikdə bal olduğu halda baxırıq ki, arılarımız aclıqdan ölüb. Bunun qarşısını almaqdan ötürü məncə ən birincisi sonbaharda arıya ən azından belə bir kəmər bal hazırlatmaq lazımdır. Böyük bir kəmər bal hazırlatmaq lazımdır. Və yetərincə arı koloniyasını güclü saxlamaq və yumurta atdırmaq lazımdır ki, arı koloniyası güclü olsun. Yəni güclü arı bəzən heç salxıma keçmir və ya da salxıma keçsə də çərçivələr hava bir qədər düzələn kimi çərçivələr arasında keçid eləyə bilir. Və mən bunu bu il eləmədim. İnşallah gəlin eləyəcəm. Bu çərçivələrin orta hissəsində, yəni arının salxıma keçdiyi hissəsində barmaq qalınlığında bir dəlik açmaq ki, arı bu tərəfdən bu tərəfə rahatlıqla keçə bilsin. Və əlbəttə ki, arının üzərinə qoyduğumuz qida da çox önəmlidir. Yəni bu arının burada kəmər balı bitib, amma biz arının üzərinə qoymuşuq 1 kiloqram kek, keyfiyyətli kek. Və yaxud da qoymuşuq fondon şəkər və yaxud da nə bilim başqa bir qida qoymuşuq. Və yaxud da hava xoşdur, arının kəmər balı bitib, amma arının üzərinə qoymuşuq biz salfanda bal qoymuşuq. Bu arının ən azından bir müddət başına qatmasına, yəni sağ qalmasına səbəb ola bilər. Hal-hazırda məndə bəzi kolonilər sönüb, təəssüf ki, lakin bir çox demək olar bütün kolonilərdə şükür Allah yumurta atımı var. Bir kolonimdə ana arı itkisi var, məcbur onu birləşdirdim. Başqa variant da yoxdur. İnşallah gələcək günlərdə arıların vəziyyəti necə olacaq? Mənə çox maraqlıdır. Çünki hava çox gözəl keçir son günlər. Amma bunun nəticəsi necə olacaq? Bunu mart ayında çox gözəl biləcəyik.